Salam, xoş gördük dəyərli TikTok izləyicilərimiz. Bugün sizi Bina Savxozda Şəhid Qardaşxan küçəsindən düz gəlirsən qabağa. Belə bir 2 mərtəbəli yarı təmirdir. 3 sotda yerləşir. Kommunalları da var, qazı da var, işığı da var. Bu da həyətyanı sahəsi. Əlavə burada bir dənə də ev tikmək olar. Bu da evimizin çöl görünüşü. Evin içi ilə sizi tanış eləyəcəm. Bu birinci mərtəbəsi görürsünüz, beton kəmərlərlə hamısı. Geniş bir zaldır burada. Burada sanitar qovşağı üçün nəzərdə tutulub. İşığını da yandıraq. Bir otaq da burada yerləşir. Beton kəmərləri də görürsünüz. Şəxsi tikilidir, özünə tikilmiş evdir. Buradan da pilləkan ikinci mərtəbəyə giriş. Burada da girişdə geniş bir qonaq otağı. Deməli 2, 3, 4, 5 otaq, bir də mətbəx. Bir otaq da burada, bir dənə kosmetik işlər qalıb. Kosmetik işləri də görürsünüz, çorun pola qədər də düzülüb. Kosmetik işləri də görürsünüz, rahat yaşayırsınız. Bir otaq burada yerləşir, bu da genişdir. Burada da demək olar ki, işlərin hamısı görülüb. Bir dənə malyarka işi qalır. Bir geniş yataq otağı burada yerləşir, bura hazırdır. Burada da mətbəx yerləşir. Mətbəx mebeli də yığılıb, qəşəng səliqəli. Həqiqətən də qəşəng evdir. Qonaq otağı çox genişdir. Evimizin qiyməti neçə olsa yaxşıdır? 56.000 manat. Reallıq olacaqsa qiymətdə yenə də qəşəng indirim olacaq. Əlaqə saxlamaq üçün səhifədə nömrəmiz var. Əlaqə saxlaya bilərsiniz. Səhifəni bəyənib takip etməyi də unutmayın.